Salam əziz müəllimlər və müdavimlər, xoş gördük hər birinizi. MHM test toplusundan təsriflə mənfi ellərdə 61-80 arası olan sualları izah edəcəm. Sual 61. Nümunələrin birində işlənmiş zərf məzmun baxımından fe'li bağlama ilə ortaq xüsusiyyətə malik deyil. A-da onun dürüst danışmağı hamıya xoş gəlirdi, dürüst zərfdir. Biz artıq 2 saat idi ki, həmin kəndə gedirdik. Burada zərf yoxdur. Qonşular vəhşi heyvanların buraya endiyini şahid olmuşdular. Buraya zərfdir. Qalada qalmaq üçün qalabəyindən icazə almaq lazım idi. Bu cümlədə də zərf yoxdur. Onun dərdi 1-ə 5 artmışdı. 1-ə 5 burada zərfdir. İndi isə baxaq həmin zərflərdən hansı fe'li bağlama ilə ortaq xüsusiyyətə malik deyil. Təbii ki, C variantındakı buraya sözü. Çünki buraya yer zərfidir. Fe'li bağlama ilə ortaq xüsusiyyəti yoxdur. Lakin dürüst və 1-ə 5 hər ikisi, yəni hər iki zərfin fe'li bağlama ilə ortaq sualları var. Yəni dürüst necə cümlə tərzdə 1-ə 5 artmışdır, nə qədər? Bu da olacaq nə qədər sualına cavab verən. Fe'li bağlamanın da hər iki, yəni dürüst, eləcə də 1-ə 5 sualına cavab verəcək sualları var. Ona görə ortaq olmayan C variantındadır. Çünki fe'li bağlamanın yer zərfi ilə ortaq olan sualı yoxdur. Və ortaq olmayan xüsusiyyət oldu ilə C-də. Növbəti sual 62. Uyğunluğu müəyyən edin. Fe'lin təsrifləməyən formalarından yalnız birinə aid doğru fikir. Təsrifləməyən formalarından yalnız birinə aid yanlış fikirdir. Heç vaxt başlanğıc formada olmur. Bu hər üçü haqqında doğru fikirdir. Lakin elə bir fikir verilmədiyi üçün bunu heç birinə götürə bilmərik. Başlanğıc forma dedikdə, yəni qrammatik şəkilciyə qədər olan hissədir. Məsdər, fe'l, sifət, fe'li bağlamada qrammatik şəkilci olduğu üçün heç biri başlanğıc formada olmur. Təyin rolunda çıxış edə bilir. Fe'li bağlama təyin rolunda çıxış etmir. Məsdərin təyin rolunda çıxış etməsi onun sintaktik funksiyası deyil, yəni ona xas olmayan xüsusiyyətdir. Burada yalnız fe'li sifət cümlədə təyin funksiyasına çıxış edə bilir. Ona görə təyin rolunda çıxış edə bilir fikri fe'lin təsrifləmə formalarından yalnız birinə aid doğru fikirdir. Yəni bu fe'l sifət haqqında doğru fikirdir. 1-ə B-ni yazırıq. İştirak etdiyi cümlədə mütləq zərflik də olur. Məsdər iştirak etdiyi cümlədə mütləq deyil, zərflik ola da bilər, olmaya da bilər. Fe'l sifət də onu kimi. Fe'li bağlama da müstəqil cümlə olduqda təbii ki, cümlədə zərflik olacaq. Lakin fe'li bağlama ola bilər ki, tərkibin içinə daxil olar. Məsdər tərkibinin və yaxud da fe'l sifət tərkibinin, bu zaman artıq həmin cümlədə zərflik olmayacaqdır. Yəni müstəqil cümləsi olmadığı üçün zərflik də olmayacaq. Ona görə də iştirak etdiyi cümlədə mütləq zərflik də olur fikri yanlış fikirdir. Bunu heç birinə aid götürə bilmərik. D-yə baxaq, hecalı şəkilçisi var. Həm fe'li bağlamanın anda, əndə, madan, mədən, həm də fe'li sifətin, məsələn, dıq plus mənsubiyyətdə, dığım, dığım, bu şəkilçilər 2 hecalıdır. Lakin məsdərin şəkilçisi maq-məqdi 1 hecalıdır. Bu isə təsrifləməyən formalardan yalnız birinə aid yanlış fikir. Yəni məsdərin belə bir 2 hecalı şəkilçisi yoxdur. Ona görə 2-yə yazırıq D-ni. İnkar şəkilçisi qəbul edir, şəxsə görə dəyişir. Şəxsə görə dəyişir fikri hər üç haqqında yanlışdır. Heç biri şəxsə görə dəyişmir. Bu variantda hər üç haqqında yanlış olduğu üçün heç birinə götürülmür. Mübtədə rolunda çıxış edə bilir. Deməli, fe'li bağlamadan başqa digərləri mübtədə rolunda çıxış edə bilir. Yəni bu da fe'li bağlama haqqında yanlış fikirdir. Yalnız fe'li bağlama haqqında mübtədə rolunda çıxış edə bilər. Fe'l sifət də, məsdər də. Biri haqqında yanlış olduğu üçün 2-yə götürürük əni. Əni yox, əni. Ona görə də doğru cavabımız olur 1-ə B, 2-yə D-ə, yəni C variantında. Növbəti digər sual 63-cü sual. Cədvəldəki uyğunluğu müəyyən edin. Mən böyüyəndən sonra bir müddət türklərin yaşadığı əraziləri gəzmiş, onların mərd olmasını, daim torpaqlarını qorumasını müşahidə etmişəm. Kərəm qaçdıqdan sonra bir xeyli meşələrdə gizləndiyi üçün həbs olunmamış, xalqın yad ellərə əzilməməsinə, kasıblara zülm edilməməsinə çalışmışdı. Cümlələri müqayisə edək. İlk fe'l sifətin qoşma ilə işləndiyi cümlədə. Burada böyüyəndə ilk fe'l sifəti və qoşma ilə işlənib. Məsdər həm ismi, həm də fe'li birləşmənin əsas tərəfi kimi çıxış edib. Burada türklərin yaşadığı əraziləri gəzmiş, yox, onların mərd olması ismi birləşmədir və məsdər ismi birləşmənin əsas tərəfidir. Torpaqların qorunmasını müşahidə etmişəm. Nəyi? Torpaqların qorunmasını. Burada da deməli fe'li birləşmədir və fe'li birləşmənin də məsdər əsas tərəfidir. Bu fikir birinci cümlə haqqında doğrudur. İkinci cümləyə baxsaq, burada da qaçdıqdan ilk fe'li sifətdir və qoşma ilə işlənibdir. Eyni zamanda burada xalqın yad ellərə əzilməməsinə ismi birləşmədə əsas tərəfi məsdərlə ifadə olunub.
kasıblara zülm edilməməsinə feili birləşmədə əsas tərəfi məstərlə ifadə olunub. Birincidəki fikir hər iki cümlə haqqında ortaq olduğu üçün bu əslində orta hissədə yazılmalı idi kəsişmədə. Yalnız birinci cümlə haqqında bunu doğru götürə bilmərik. Biri götürmürük cavab olaraq. Daha sonra 2-yə baxaq. İkinci fe'li sifət bir leksik şəkilçilidir. Yaşadığı sözündə yaş sözün kökü a leksik, dığı qrammatikdir. Bəli, bir leksik şəkilçi var. Məsələlərdən biri sadə, digəri mürəkkəbdir. Mərd olmaq mürəkkəbdir. Qorumasını qorumaq sadədir. Bu fikirdə digər cümlə ilə müqayisə eləsək, məslərə baxaq. Həbs olunmamış yox, məslər deyil bu. Xalqın yad ellərə əzilməməsinə, əzil düzəltmə, zülm edilməməsinə, zülm edilmək mürəkkəb. Burada isə deməli düzəltmə var, eyni zamanda əzilməməsinə, düzəltmədir, zülm edilməsinə mürəkkəbdir. Sadə məslər olmadığı üçün bu yalnız birinci cümlə haqqında doğrudur, ikinci haqqında doğru olmadığı üçün, yalnız biri aid olduğu üçün 2 doğrudur. 3-ə baxaq. Kəmiyyət zərfi olan cümlədə müstəqil cümlə üzvü olmayan fe'li sifətlər işlənmişdir. Kəmiyyət zərfi olan bir xeyli. Ancaq burada müstəqil cümlə üzvü olmayan fe'li sifətlər yox, fe'li sifət işlənmişdir. Çünki qaçdıqdan sonra müstəqil cümlə üzvü olan fe'li sifətdir. Lakin gizləndiyi üçün burada məstər zərfliyi gətirir. Bir xeyli meşələrdə gizləndiyi üçün. Burada isə tərkib yaradır. Yəni burada sifətlər, fe'li sifətlər lar cəm şəkilçisini yazdığı üçün bu fikir yanlışdır. Çünki fe'li sifətin biri müstəqil cümlə üzvü deyil, digəri müstəqil cümlə üzvüdür. Fikir də yanlış olduğu üçün 3-ü də götürmürük. Daha sonra 4-ə baxaq. Məsələlərdən biri düzəltmə. Baxaq. Əzilməməsinə, əzil düzəltmədir. Digəri mürəkkəbdir, zülm edilməsinə düzdür. Fe'li sifətlərdən biri sadə, qaçdıqdan sadədir. Digəri düzəltmədir, gizləndiyi, gizləmək sözün kökü, gizlən düzəltmədir. Düz fikirdir. Digərlə müqayisə eləsək, mən böyüyəndən sonra bir müddət türklərin yaşadığı fe'li sifət düzəltmədir. Onların mərd olmasına mürəkkəbdir, qorumasına sadədir. Burada düzəltmə məslər yoxdur, ona görə 4 hər ikisi haqqında doğru deyil. Yalnız B haqqında doğru olduğu üçün 4-ü doğru götürürük. 5-ə baxaq. Cümlədə həm tərkib yaradan, həm də yaratmayan fe'li sifətlər var. Burada mən mübtədədir, mən gəzmişəm. Nə vaxt, nə zaman böyüyəndən sonra burada tərkib yaratmayıb, çünki bu sonra qoşmadır, tərkib sayılmır. Eyni zamanda gəzmişəm, nə vaxt, nə zaman? Yox, haranı? Bir müddət türklərin yaşadığı əraziləri burada tərkib əmələ gətirir. Digər cümlədə isə qaçdıqdan sonra tərkib yaratmayıbdır. Bir xeyli meşələri gəzdiyi üçünsə tərkib yaradıbdır. Yəni hər iki cümlədə tərkib yaradan da, yaratmayan da fe'li sifətlər var. Bu da hər ikisi haqqında ortaq olduğu üçün 5-i də götürürük. Və doğru cavab olur 2, 4, 5, yəni D variantında. Daha sonra növbəti 64-cü sual. İşlənmə yerindən və ya vurğusundan asılı olaraq təsriflənməyən fe'l ola da bilər, olmaya da. Getdikcə həm zərf ola bilər, həm də fe'li bağlama ola bilər. Getdikcə, yəni irəlilədikcə zərf mənasında işlənir. Eyni zamanda dıqca fe'li bağlamanın şəkilçisidir. Bir həm zərf, həm fe'li bağlama olduğu üçün biri götürürük. Sönməz həm sifət, həm də qeyri-qəti gələcək zamanda olan təsriflənən fe'l olur. Amma təsriflənməyən kimi işlənmir, 2-ni götürmürük. Qoşa-qoşa həm zərf, həm fe'li bağlama ola bilir. 2 cür düşünə bildiyim üçün 3-ü götürürük. Toxmaq, nə toxmaq? Yalnız deməli isim kimi götürülür. Fe'lin təsriflənməyən forması olmur. Çaxmaq, ildırım çaxmağı, çaxmaq mənasında. Bir də çaxmaq alışqan mənasında isimdir. Həm təsriflənməyən, həm də digər nitq səsi işlənə bildiyi üçün 5-i götürürük. Açanda isə yalnız ya fe'li sifət ya da fe'li bağlama olur. Yəni hər iki məqamda fe'lin təsriflənməyən forması olur. Digər nitq səs kimi düşünmək olmadığı üçün 6-nı götürmürük. Ona görə də cavab olur 1, 3, 5, yəni C variantı. Daha sonra baxaq növbəti sual 65-ə. Hansı cümlələrdə zamanı və şəxsə görə dəyişə bilməyən, amma məzmununda gələcək zaman anlayışı olan fe'l vardır? Zamanı və şəxsə görə dəyişə bilməyən deyirsə, burada ancaq söhbət gedir təsriflənməyən fe'llərdən. Yəni biz təsriflənməyən fe'llərə baxacağıq. Güclü və sərrəz satirası ilə bu qədər müvəffəqiyyətlə tərtib edilən belə jurnal Tiflisdə heç vaxt ola bilməz. Burada fe'li sifət edil, edilən, fe'li sifət var, edilən, tərtib edilən. Lakin anen şəkilçisi gələcək zaman məzmunu yox, indiki zaman məzmunu daşıdığı üçün biri götürmürük. Gələcək zaman məzmunu daşıyan fe'li sifətlər
Asılmalı acaq şəkilçilidir. Məni görəndə mütləq ana dilində danışsın. Məni görəndə nə vaxt, nə zaman. Burada fe'li bağlamadır və məni görəndə mütləq ana dilində danışsın. Şəxsə kəmiyyətə görə dəyişmir. Amma burada gələcək zaman anlayışı olan fe'il deyil. Daha sonra katib köçürülməli mətnləri, hansı mətnləri malı-məli vacib şəklinin yox, fe'l sifətin şəkilçisidir və gələcək zaman məzmunu ifadə edir. Məktəb imtahanlarında yüksək nəticə göstərəcək şagirdlər, hansı şagirdlər acaq-acaq gələcək zaman məzmunu daşıyan fe'l sifət şəkilçisidir. Orxan baxa-baxa yolu keçir, alınası şeylərin beynində götür-qoy edirdi. Alınası burada asılsız fe'l sifətin şəkilçisidir və gələcək zaman məzmunu daşıyan fe'ldir. 5'i götürürük. Onlar yenidən kəndə qayıdacaq, bəlkə hətta burada təzədən məskunlaşacaqlar. Burada qayıdacaq, məskunlaşacaq, şəxsi kəmiyyətə görə dəyişməyən yox, dəyişən fe'illərdir. Və burada gələcək zaman məzmunu yox, gələcək zamanda olan fe'illər olduğu üçün altını götürmürük. Doğru cavabımız olur 3, 4, 5, yəni E variantı. Daha sonra sual 66. Nümunələr əsasında uyğunluğu müəyyən edin. Biraz sualı böyüdək. Meşəbəyi burada olmadığı üçün meşədə rahatca gəzmək olmaz. Qalib orduya başçılıq edən Xan Məmməd yeni müharibəyə başlamaq üçün sülh müqaviləsi imzalamaq istərdi. Dağın ətəyindəki zəmidə gəzişərkən orada olan bir neçə kəndli ilə söhbət etməyə başladı. Hamısına aid, yalnız birinə aid, yalnız ikisinə aiddir. Baxaq, qarşılıq birgəlik növdə olan fe'l işlənməmişdi. Fe'l sifət tərkib yaratmışdı. Gəzmək olmaz. Necə nə tərzdə, rahatca, harada, meşədə. Nə üçün, nə səbəbə? Meşəbəyi burada olmadığı üçün. Bu cümlədə olmadığı qarşılıq birgəlik növdə deyil. Gəzmək olmaz, bu da qarşılıq birgəlik növdə deyil. Digər cümlədə qalib orduya başçılıq edən qarşılıq birgəlik növdə deyil. Başlamamaq qarşılıq birgəlik növdə deyil. İstəyirdi, bu da qarşılıq birgəlik növdə deyil. Dağın ətəyindəki zəmidə gəzişərkən orada olan gəzişmək məlum növdədir. Söhbət etməyə başladı, bu da məlum növdədir. Bəli, cümlələrin heç birində qarşılıq birgəlik növdə olan fe'l yoxdur. Fe'l sifət tərkib yaratmışdır. Birincidə tərkib yaradıbdır. Xan Məmməd imzalamaq istəmədi. Hansı Xan Məmməd? Qalib orduya başçılıq edən, burada da fe'l sifət tərkibi var. Dağın ətəyindəki zəmidə gəzişərkən orada olan bir neçə kəndli ilə söhbət etməyə başladı. Hansı kəndli, nə qədər kəndli bir neçə, hansı orada olan, yəni orada yaşayan, bu da fe'l sifət tərkibi gedir. Gördüyümüz kimi qarşılıq birgəlik növdə olan fe'l işlənməmişdir və fe'l sifət tərkib yaratmışdır hər üç cümlədə. Ona görə hamısı haqqında doğrudur. 1'ə yazırıq A-nı. B-yə baxaq. Fe'li birləşmə digər fe'li birləşmənin tərkibində işlənmişdir. Birincidə yalnız Meşəbəyi burada olmadığı üçün tərkib yaradıbdır və burada da tərkibin içində tərkib yoxdur. Qalib orduya başçılıq edən və yeni müharibəyə başlamamaq üçün imzalamaq deməli, imzalamaq istəyirdi. Nəyi? Sülh müqaviləsini. Kim? Xan Məmməd. Nə üçün? Nə məqsədə? Yeni müharibəyə başlamamaq üçün. Təhlil belədir. Bu cümlədə də fe'li birləşmə digər fe'li birləşmənin tərkibində işlənmişdir. Fikri yanlışdır, işlənməyibdir. Dağın ətəyindəki zəmidə gəzişərkən orada olan bir neçə kəndli ilə söhbət etməyə başladı. Söhbət etməyə başladı. Kim ilə? Kəndli ilə. Nə qədər? Bir neçə. Hansı orada olan, nə vaxt, nə zaman? Dağın ətəyindəki zəmidə gəzişərkən. Burada da heç bir fe'li birləşmə digər fe'li birləşmənin tərkibində işlənməyib. Bu fikir hər üç haqqında yanlış fikirdir. Belə bir fikir də burada verilmədiyi üçün B-ni heç birinə doğru götürə bilmərik. Ona görə B olan cavab variant ola bilməz. Daha sonra keçək C-yə. Tərkibində məstər tərkibi yoxdur. Sadə cümlədir. Meşəbəyi burada olmadığı üçün meşədə rahatca gəzmək olmaz. Gəzmək olmaz, bu tərkib yaratmayıbdır. Daha sonra qalib orduya başçılıq edən Xan Məmməd yeni müharibəyə başlamamaq üçün burada tərkib var. Dağın ətəyindəki zəmidə gəzişərkən orada olan bir neçə kəndli ilə söhbət etməyə başladı. Burada tərkib yaratmayıbdır. Ona görə tərkibində məstər tərkibi olmayan sadə cümlə yalnız deməli tərkibində məstər tərkibi yoxdur və sadə cümlədir. Bu yalnız ikisinə aiddir. Yəni ikisinin tərkibində məstər tərkibi yoxdur və sadə cümlədir. Ona görə 3'ə götürürük C-ni. Fe'li bağlama tərkibinin zaman zərfi rolunda olduğu cümlədə fe'l sifət tərkibi təyin rolundadır. Fe'li bağlama tərkibi birincidə yoxdur. İkincidə də fe'li bağlama tərkibi yoxdur. Yalnız üçüncü cümlədədir və orada da dağın ətəyindəki zəmidə gəzişərkən cümləsi, yəni tərkib yaradıbdır fe'li bağlama. Həmin cümlədə fe'l sifət də tərkibi təyin rolundadır. Orada olan bu tərkibdir, yəni orada olan, yaşayan bu mənadadır. Ona görə bu da yalnız birinə aid olduğu üçün 2'yə götürürük D-ni.
Sonra qoşmalı fe'li sifət tərkibinin səbəb zərfli olduğu şəxsi cümlədir. Qoşmalı fe'li sifət tərkibinin dık plus mənsubiyyət meşəbəyinin burada olmadığı üçün orada üçün qoşmadır. Fe'li sifət tərkibidir, səbəb zərfliyini yaradır. Gəzmək olmaz, üçün şəxsin təkindədir, mübtədi yoxdur, bərbad edə bilmirik və bu şəxsi cümlədir. Bu da yalnız biri haqqında doğru olduğu üçün eyni götürürük ikinciyə. Qoşmalı məstər tərkibinin məqsəd zərfli rolunda olduğu cümlə burada başlamamaq üçün orada qoşmadır, məqsəd zərfliyini yaradır, tərkibdir və fe'l sifət tərkibi daxilində toplu isim var. Qalib orduya başçılıq edən fe'l sifət tərkibidir, ordu da toplu isimdir. Bu da digər cümlələrdə yoxdur, yalnız ikinci cümlədə olduğu üçün yalnız birinə aiddir fikri, yəni haqqında götürülür. 2-yə götürürük əni. Doğru cavab olur 1-ə A, 2-yə D, Ə, E, 3-ə isə C, yəni C variantında. Sual 67. 2 fe'li sifət işlənən. Baxaq əvvəlcə görək hansında 2 fe'li sifət işlənibdir. Belə bir vaxtda qoca və ciddi görkəmli seminariya direktoru Miroyev müəllimləri öz otağına yığıb qəbul olunan uşaqlarla maraqlanırdı. Burada bir dənə fe'l sifət var, olmaz. Onun nə dediyindən asılı olmayaraq öz bildiyimi sizə çatdıracağım. Burada qalsın, 2 fe'l sifət var. Sən niyə həmişə görüləsi işləri qanmazlara tapşırırsan? Bir dənə fe'l sifət var. Onun uğrunda axıtdığı göz yaşları həyəcandan yerində dura bilməyən ürəyini də xəstə salmışdı. 2 fe'l sifət var. Sənin dediklərin də, arzuladıqların da mənasız düşüncədir. Dediklərin, arzuladıqların 2 dənədir. C-ni və A-nı atırıq, çünki buradakı fe'l sifət yoxdur. B-də isə indi ikinci şərtə baxaq. Xəbər fe'ldən düzəlmiş sözlə ifadə olunmayıb. Çatdıracaq, çatmaq, çatdırmaq. Fe'ldən düzələn sözlə ifadə olunduğu üçün götürmürük. Sonra D-də xəstə salmaq. Burada fe'ldən düzələn deyil, xəstə salmaq frazoloji birləşmədir. Ürəyini xəstə salmışdı. Onun uğrunda axıtdığı göz yaşları həyəcandan yerində dura bilməyən ürəyini xəstə salmışdı. Və burada da fe'ldən düzələn söz olmadığı üçün cavab D-dir. E-də isə düşüncə, düşünməkdən düşüncə ismi yaranır və burada da fe'ldən yaranmış sözdür. Ona görə eyni də götürə bilmirik və doğru cavab olur D variantı. Daha sonra növbəti sual 68. Hansı nümunələrdə məstər tərkibi fe'l sifət tərkibinin daxilində işlənmişdir? Yəni, fe'li sifət əsas tərəf, məstər isə orada asıl tərəf funksiyasını yerinə yetirmiş olacaq. Bu işi tez bitirmək bacaran üçün elə də çətin deyil. Çətin deyil. Nə? Bu işi tez bitirmək. Kim üçün? Bacaran üçün. Burada fe'l sifət tərkibi yoxdur. Ona görə birincini götürə bilmərik. Yaxşılıq edə bilmək üçün əlindən gələni edən insan xalq tərəfindən yüksək dəyərləndirilir. Nə edilir? Dəyərləndirilir. Kim insan? Hansı insan? Yaxşılıq edə bilmək üçün əlindən gələni edən. Burada fe'l sifət tərkibi deməli olsa da, yaxşılıq edə bilmək üçün məstər tərkibi deyil. Yaxşılıq edə bilmək bir mürəkkəb fe'l olduğu üçün, bir mürəkkəb söz olduğu üçün tərkib yaratmır. Və burada da fe'l sifət tərkibinin asıl tərəfi məstər tərkibi yox, sadəcə məstərdir. Bizdən isə tərkib soruşduğu üçün ona görə 2-ni götürmürük. 3-ə baxaq, bizim şəhərdə ev almağa çalışanlar daha çox kreditli ev alanlardır. Kreditli ev alanlardır. Kim? Bizim şəhərdə ev almağa çalışanlar. Burada çalışanlar fe'l sifət tərkibidir. Bizim şəhərdə ev almaq, burada isə makmək məstər. Yəni burada fe'l sifət əsas tərəfdir. Fe'l sifətin asıl tərəfi məstər tərkibidir. Və bizdən də bunu istədiyi üçün 3-ü götürürük. Orada olmaq üçün yüzlərlə kilometr yol qət edən Camal sonda istəyinə çatdı. İstəyinə çatdı. Kim? Camal. Hansı Camal? Orada olmaq üçün yüzlərlə kilometrlə yol qət edən. Burada fe'l sifət var, fe'l sifət. Asıl tərəfdə isə orada olmaq üçün, yəni orada iştirak etmək üçün, olmaq üçün mənasındadır. Olmaq burada müstəqil getdiyi üçün orada olmaq birlikdə mürəkkəb fe'l hesab edilmir və artıq burada məstər tərkibi var. Yəni olmaq burada müstəqil söz olduğu üçün orada olmaq məstər tərkibidir və fe'l sifətin tərkibində məstər tərkibi var. Ona görə də 4 də doğrudur. Yəni istənilən şərt ödəyir. 5-ə baxaq. Həmid qanunsuz şəkildə ora keçmək istəyənləri görür. Nə edir? Görür. Kim? Həmid. Kimi? Qanunsuz şəkildə ora keçmək istəyənləri. Ora keçmək istəyənlər, burada deməli, qanunsuz şəkildə ora keçmək. Asıl tərəfdə məstər tərkibi var və eyni zamanda fe'l sifət.
tərkibinin daxilində işlənmişdir. Kömək qət edən anən feil sifətdir. Ona görə 4-ü, daha doğrusu digərinə baxırıq. Köçmək istəyənlərə, digərinə 4-ə baxmışdıq. Həmid qanunsuz şəkildə ora keçmək istəyənləri görür. Görür kim Həmid? Kimi qanunsuz şəkildə ora keçmək istəyənləri? Deməli, ora keçmək. Burada məsdər tərkibidir. Qanunsuz şəkildə ora keçmək. İstəyənləri anən feil sifətdir. Və burada da feili sifət tərkibinin daxilində məsdər tərkibi işlənirdi. 5 də doğrudur. 6-ya baxsaq, odunları bir yerə səliqə ilə yığmaq üçün həyətə düşəndə qapının ağzında tanımadığı birinin dayandığını gördü. Nə etdi? Gördü. Kimi gördü? Nəyi gördü? Birinin dayandığını. Odunları bir yerə səliqə ilə yığmaq üçün həyətə düşəndə. Nə vaxt, nə zaman gördü? Odunları bir yerə səliqə ilə yığmaq üçün həyətə düşəndə qapının ağzında tanımadığı birinin dayandığını gördü. Kimi gördü? Qapının ağzında tanımadığı birinin dayandığını. Burada hamısı birlikdə tərkib yaradır. Və burada da gördüyümüz kimi həyətə düşəndə feili bağlama tərkibi olduğu üçün feili bağlamanın asıl tərəfində məsdər tərkibi var. Feili sifətin asıl tərəfində məsdər tərkibi yoxdur. 6-nı götürmürük. Və doğru cavabımız olur 3, 4, 5, yəni D variantında. Daha sonra sual 69. Mən dadlı yanlışı soruşur bizdən. Hansı nümunədə yer almış feili bağlamanın bildirdiyi məzmun yanlış göstərilmişdir. Mən dadlı meyvələrdən çantam tutunca yığdım. Çantam tutana qədər. Yəni burada tutunca zaman mənası yox, miqdar mənası bildirir. Burada isə zaman yazdığı üçün uyğunsuzluq yaradıbdır. Bizdən də yanlışı soruşduğu üçün elə uyğunsuzluq yaradan biri birdədir. Daha sonra deməli, qonaqlar evə gəlməmiş evin bütün işlərini bitirək. Burada feili bağlama, deməli, qonaqlar evə gəlməmiş. Qonaqlar evə gəlmədən evin bütün işlərini bitirək. Mamış burada gəlmədən nə vaxt, nə zaman məzmunu ifadə edir və burada da zaman yazıldığı üçün uyğunluq gözlənilibdir. Buna görə bunu götürmürük. Sürünün arxasıca düşərkən ayaqları da bərkimişdi. Nə etmişdi? Bərkimişdi. Nə ayaqları? Nə vaxt, nə zaman ayaqları bərkimişdi? Sürünün arxasıca düşərkən. Burada isə zaman mənası bildirir, amma burada səbəb yazdığı üçün bu da uyğunsuzluqdur. Yerdən böyük bir daş götürüb Şirəli dayanan tərəfə atdı. Nə etdi? Atdı. Deməli, nə tərzdə atdı? Yerdən böyük bir daş götürüb, yerdən bir daş götürərək. Burada tərz mənası bildirir. Tərz hərəkətdir və tərz hərəkət yazdığı üçün bu doğrudur. Başını bulaqdan qaldırınca düşmən başının üstünü kəsdi. Nə vaxt, nə zaman? Başını bulaqdan qaldırınca. Burada zaman məzmunu ifadə edir, amma tərz hərəkət yazdığı üçün uyğunsuzluqdur. Və doğru cavab olur 1, 3, 5, yəni C variantında. Daha sonra sual 70-ə baxaq. Verilən nümunələrin təhlillə bağlı doğru hökmləri müəyyən edin. Şəngülava yurdu aşıq alması, gah da gedib orada qonaq qalması, daş atması, alma heyva salması, qalıb şirin yuxu kimi yadımda. Yalnız bir misrada təsvirləməyən feil yoxdur. Şəngülava yurdu aşıq alması burada yoxdur. Gah da gedib orada qonaq qalması, gah da gedərək orada qonaq qalması. Burada təsvirlənməyən feil var. Daş atması, alma heyva salması təsvirlənən feil var. Qalıb şirin yuxu kimi yadımda. Şirin yuxu kimi yadımda qalıb. Qalıb burada təsvirlənən feildir. Nəqli keçmiş zamanlı feildir. Təsvirlənməyən deyil. Və burada yalnız bir misrada yox, 2 misrada təsvirlənməyən feil var. Ona görə bu fikir yanlış fikirdir. Biri cavab olaraq götürə bilməzsiniz. 2-yə baxaq. Tünd qara hərflərlə verilmiş sözün tərkibinə görə təhlili. Alması, alma sözün kökü, s bitişdirici, ı mənsubiyyət çəkicisidir. Təhlili altından xətt çəkilən sözlə eynidir. Daş atması, at sözün kökü, ma məsdər şəkilçisi, s isə bitişdirici, ı mənsubiyyətdir. Yəni, daş atmasında at sözün kökü, ma qrammatik, s qrammatikdir. Birincidə isə almasında alma sözün kökü, s qrammatikdir. Və bunların tərkibinə görə təhlili eyni yox, fərqlidir. Ona görə ikinci fikir də yanlışdır.
2-ni götürmürsünüz. İkinci və sonuncu misrada tərkib yaratmayan fe'li bağlamalar işlənmişdi. Dedik ki, sonuncu misradakı qalıb fe'li bağlama deyil, nəqli keçmiş zamanda olan təsriflənən fe'ldir. Ona görə bu fikir də yanlışdır. Bütün məstərlər tərkib yaratmışdı və bu tərkiblərin hər biri mübtədə rolundadır. Şəngülava yurdaşı qalması, gətə gedib orada qonaq qalması, daş atması, alma heyvə salması şirin yuxu kimi yadımda qalıb. Yadımda qalıb. Nə? Heyvə salması, daş atması, deməli qonaq qalması. Burada hamısı birlikdə deməli məstər tərkibi sayılır və hər biri mübtədə rolundadır. Ona görə bu doğrudur. Fe'li sifət işlənməyən nümunədə bütün təsriflənməyən fe'llər quruluşca sadədir. Burada fe'l sifət yoxdur. Məstər və fe'li bağlama var. Təsriflənməyən fe'llər gedib, sonra qalması, salması, atmasıdır. Daş atması və burada daş atması idi tərkib yaradan. Yadımda qalıb nə daş atması, heyvə salması, qonaq qalması. Və burada məstərlərin hamısı eyni zamanda gedib fe'li bağlama quruluşca sadədir. Ona görə bu fikir də doğrudur. Məstərlərdən ikisi isimlə homonimdir. Fe'li bağlama müstəqil şəkildə zərflik deyil. Deməli, fe'li bağlama burada gedibdir. Gah da gedib orada qonaq qalması burada tərkib yaradır. Yəni, müstəqil şəkildə zərflik deyil. Daha doğrusu, gedib orada qonaq qalması birlikdə mübtədə yaradır. Fe'li, deməli, məstər tərkibinin asıl tərəfi olur. Gedib orada qonaq qalması müstəqil şəkildə zərflik deyil. Məstərlərdən ikisi isimlə homonimdir. Məstərlər burada at, eyni zamanda sal, bir də qaldı. Sal burada at homonimliyi var. Bir heyvan at, bir də ki atmaq məstər. Eyni zamanda burada sal sözü də homonimdir. Sal, qaya, daş mənasında isim kimi götürülür. Bir də salmaq, yəni salla at isim kimi də homonim ola bilir. Bu da doğru fikirdir. Və doğru cavab olur 4, 5, 6, yəni E variantında. Daha sonra növbəti sual 71-ə baxaq. Cədvəldəki uyğunluğu müəyyən edin. Fe'li bağlama tərz məzmun daşıyır. Onlara dönə-dönə başa saldım ki, heç vaxt qanundan üstün deyil. Heç kim qanundan üstün deyil. Burada dönə-dönə zərfdə ümumiyyətlə fe'li bağlama yoxdur burada. Kənd sakinləri yola tökülmüş daşları yığaraq çaya atdılar. Nə etdilər? Atırdılar. Kim? Kənd sakinləri. Necə nə tərzdə? Yola tökülmüş daşları yığaraq. Burada yığaraq fe'li bağlamadır və tərz mənası bildirir. 2. Mahir gördüyündən narahat olaraq ağladı. Ağladı kim? Mahir. Mahir nə üçün, nə səbəbə ağladı? Gördüyündən narahat olduğu üçün. Burada olaraq fe'li bağlamadır. Lakin tərz yox, səbəb məzmun ifadə etdiyi üçün 3-ü götürmürük. Digərində isə fe'li bağlama səbəb məzmun daşıyır. İtlər hürüşdüyü üçün uşaq yolu keçə bilmədi. Burada hürüşdüyü üçün səbəb məzmunu bildirsə də fe'li bağlama yox, fe'li sifət olduğu üçün götürülür. Mərdan utanıb qızardı. Qızardı kim? Mərdan. Nə üçün, nə səbəbə? Utandığı üçün utanıb. Burada utanıb deməli fe'li bağlamadır və səbəb məzmun daşıyır. Deyirdilər ki, Məlik qorxub, daha bu tərəflərə ayaq basmır. Qorxub, daha bu tərəflərə ayaq basmır. Məlik qorxduğu üçün bu tərəflərə ayaq basmır. Qorxub burada fe'li bağlamadır və səbəb məzmunu bildirir. 5, 6 da doğrudur. Ona görə cavab olur 2, 5, 6. Yəni E variantında. Sual 72. Fe'lin hər 3 təsriflənmə formasının işləndiyi hansı cümlədə məstər tərkibi yoxdur? Onun gəldiyini görənləri çağırmaq lazım idi. Gəldiyini fe'l sifət, görənləri fe'l sifət, çağırmaq məstərdir. Burada hər növü yoxdur. Günortadan biraz keçmiş mağazaya gələn müştərilər işçilərə kömək etmək istədilər. Kömək etmək məstərdir. Mağazaya gələn anən fe'l sifətdir. Biraz keçmiş, biraz keçəndə mışan, dəndənə və yaxud da madanla əvəz edirsə fe'li bağlama şəkilçisidir. Hər üçü var burada. Kömək etmək istəyirdilər. Kimə? İşçilərə. Kim? Müştərilər. Hansı müştərilər? Günortadan biraz keçmiş mağazaya gələn. Burada isə hər üç forma, yəni fe'lin təsriflənmə formasının hər üçü işlənib, amma məstər tərkibi yoxdur. Kömək etmək istəmək məstər tərkibi deyil. Ona görə doğru cavab olur B-də. Dostumun atasına həsr olunacaq xatirə gecəsi qurtardıqdan sonra iştirakçılar yavaş-yavaş getməyə başladılar. Burada da fe'l sifət var, getmək məstər var, lakin fe'l bağlama yoxdur. Sizin mənə keçən dəfə dediklərinizi başa düşmək mümkün deyildi. Burada da adıq, biz, mənsubiyyət başa düşmək məstər olsa da fe'l bağlama yoxdur.
Eynəyi axtaranda qarşıma çıxan köhnə məktubları oxumaq üçün indi tez idi. Burada isə eynəyi axtaranda qarşıma çıxan köhnə məktubları oxumaq üçün indi tez idi. Oxuyanda anda fe'li bağlamadır. Çıxan fe'li sifətdir. Oxumaq isə məstərdir. Burada isə tez idi. Eynəyi axtaranda qarşıma çıxan köhnə məktubları oxumaq üçün. Nə üçün tez idi? Eynəyi axtaranda qarşıma çıxan köhnə məktubları oxumaq üçün. Burada deməli məstər var, lakin məstər tərkib yaradıbdır. Bizdənsə məstər tərkibi yoxdur dediyi üçün burada tərkib yaratdığı üçün eyni də götürə bilmərik. Cavab oldu B variantı. Daha sonra sual 73-ə baxaq. Fe'li bağlama kəmiyyət zərflidir. Fe'li bağlama tərkibi zaman zərflidir. Məstər özünə aid olmayan sintaktik vəzifə daşıyır. Özünə aid olmayan xüsusiyyəti məstərin cümlədə təyin olmağıdır. Mərdan danışdıqca düzünə baxırdı. Baxırdı ki, Mərdan nə vaxt, nə zaman danışdıqca. Burada danışdıqca deməli zaman zərfi olsa da fe'li bağlama tərkibi yox, fe'li bağlama olduğu üçün 2-yə A-nı götürə bilmərik. Yəni A heç birinə uyğun deyil. Fe'li bağlama burada zaman mənası bildirir və eyni zamanda tərkib yaratmayıbdır. A-nı heç birinə götürə bilmərik. Daha sonra B-yə baxaq. Vətənpərvər olmaq kimi gözəl xüsusiyyət hər adamda tapılmır. Nə xüsusiyyət, hansı xüsusiyyət gözəl, hansı gözəl vətənpərvər olmaq kimi. Burada vətənpərvər olmaq kimi məstərdir və məstər özünə aid olmayan sintaktik vəzifəni, yəni təyin funksiyasını daşıyıbdır. Ona görə 3-ə B-ni götürürük. Belə istedadlı uşaqların oxumaqlarından zövq almayan tapılmaz. Nədən? Belə istedadlı uşaqların oxumaqlarından. Burada tamamlıq funksiyasındadır. Oxumaqlarından. Eyni zamanda məstər özünə aid olmayan sintaktik vəzifəni daşımır. Yəni burada daşır yazıb daşımır. Məstər işlənib və məstər də tamamlıq funksiyasına çıxış etdiyi üçün bu yanlışdır. Yəni götürə bilmərik. 3-ə C-ni götürə bilmərik. Bacısının bişirdiklərindən doyunca yedik. Burada doyunca fe'li bağlamadır və kəmiyyət zərfli idi. Yedik, nə qədər yedik doyunca. Fe'li bağlama kəmiyyət zərfli olduğu üçün 1-ə götürürük D-ni. Oğlunun siqaret çəkmək kimi bir vərdişi olduğunu biləndə Eldarın hirsi başına vurdu. Eldarın hirsi başına vurdu. Nə vaxt, nə zaman? Oğlunun siqaret çəkmək kimi bir vərdişi olduğunu biləndə. Burada isə fe'li bağlama tərkibidir və fe'li bağlama tərkibi zaman zərflidir. Ona görə 2-yə götürürük E-ni. Özünə gələr gəlməz, mən də bir-iki kəlmə deyəcəm. Nə vaxt, nə zaman özünə gələr gəlməz. Burada zaman zərfliyi var, lakin bu tərkib sayılmır, çünki frazoloji birləşmədir və frazoloji birləşmə tərkib götürülmür. Ehtiyacı olana əl tutmaq kimi bir vərdişi sahib olanlar qədərincə qiymətləndirilməlidir. Qiymətləndirilməlidir nə qədər qədərincə. Kim ehtiyacı olan əl tutmaq üçün bir vərdişə sahib olanlar mübtədə gedir. Fe'l sifət tərkibi. Qədərincə isə burada fe'li bağlama deyil, zərfdir. Ona görə də bu da heç birinə aid ola bilməz. Və doğru cavab olur 1-ə D, 2-yə Y, 3-ə B, yəni C variantında. Daha sonra növbəti sual 74. Verilmiş cümlələrdəki fe'lin təsriflənməyən formaları ilə bağlı hansı fikir yanlışdır? Tədqiqata əsasən tədricən böyüdüklərinə görə qabıqlarına sığmayan yengəclər daha böyük ev tapmaq üçün ilbizlərin tərk etdiyi qabıqları axtarmağa başlayırlar. Nə edirlər? Axtarmağa başlayırlar. Nə? Yengəclər. Hansı yengəclər? Tədricən böyüdüklərinə görə qabıqlarına sığmayan. Axtarmağa başlayırlar nəyi? Qabıqlarını. Axtarmağa başlayırlar nəyi? Qabıqları. Hansı qabıqları? İlbizlərin tərk etdiyi. Nə üçün? Nə məqsədə? Böyük ev tapmaq üçün. Cümlənin təhlili belədir. İndi isə baxaq. Təsriflənməyən formalardan biri tərkib yaradaraq təkcə əsas tərəf olan baş üzvü izah edib. Təkcə əsas tərəf olan baş üzvü söhbət mübtədədən gedir. Tərkib yaradan yengəclər mübtədəsinə tədricən böyüdüklərinə görə qabıqlarına sığmayan bu tərkibdir. Deməli, fe'l sifət tərkibidir. Fe'l sifət tərkib yaradaraq əsas tərəf olan baş üzvü izah edir. Yəni mübtədəni izah edir. Bu fikir düzdür. Təsriflənməyən feillərlə təsriflənən feilin quruluşu fərqlidir. Təsriflənməyən feil. Deməli, təsriflənməyən feil böyüdüklərinə, daha sonra etdiyi, tərk etdiyi mürəkkəbdir. Eyni zamanda böyüdüklərinə, böyüdüklərinə sadədir. Sığmayan sadədir.
tapmaq sadədir. Sadə və mürəkkəbdir. Axtarmağa başlayırlar. Təsriflənən feildir. Nə edirlər? Başlayırlar. Baş sözün kökü laleksik düzəltmədir. Yəni təsriflənməyən feillərlə təsriflənən feilin quruluşu fərqlidir. Biri sadə, biri düzəltmədir. Bu doğrudur. Feili sifətlərdən biri tərkib yaradaraq səbəb zərfliyi kimi çıxış edir. Burada feili sifət səbəb zərfliyi yaratmır, tərkib yaradaraq ilbizlərin tərk etdiyi olacaqdır. Təyin. Eyni zamanda tədricən böyüdüklərinə görə qabıqlarını sığmayan, bu da təyindir. Heç biri səbəb zərfliyi yaratmır. Yanlış olan C-dir. Məsdərlərdən heç biri müstəqil şəkildə cümlə üzvü deyil. Deməli, məsdərlər axtarmağa başlayırlar, birlikdə gedir. Böyük ev tapmaq üçün bu da birlikdə gedir. Doğrudur. Məsdərin heç biri müstəqil cümlə üzvü deyil. Tamamlığa aid olan təyinin ifadə etdiyi feil sifət tərkibidir. Tamamlığa aid olan təyin ilbizlərin tərk etdiyi, bu da feil sifət tərkibidir. Bu da doğrudur. Yanlış olan oldu C variantında. Növbəti sual 75-ci sual. Feil sifətin tərkib yaratdığı, ancaq müstəqil cümləsi olmadığı mürəkkəb cümləni müəyyən edin. Kazım fermədə olan atasına bazarlığı vaxtında çatdırmaq istəyəndə onunla qarşılaşdı və həmin an o adamdan gözü heç su içmədi. Gözü heç su içmədi. Bu xəbərdə frazoloji birləşmədir. Kimdən? Adamdan və həmin an o adamdan gözü su içmədi. Deməli, kimdən? Adamdan. Hansı adamdan? O adamdan. Nə vaxt, nə zaman? Həmin an. Daha sonra nə etdi? Qarşılaşdı. Kim? Kazım. Deməli, kim ilə? Onunla. Nə vaxt, nə zaman? Fermada olan atasına bazarlığı vaxtında çatdırmaq istəyəndə. Hamısı birlikdə feil bağlama tərkibi gedir. İndi isə baxaq. Feil sifətin tərkib yaratdığı, ancaq müstəqil cümləsi olmadığı. Feil sifət tərkibi firmada olan, var olan mənasındadır. Feil sifət tərkibi var. Yəni feili birləşmə var, lakin müstəqil cümləsi deyil. Çünki feil bağlama tərkibinə daxil olur. Mürəkkəb cümləni müəyyən edin. Kazım fermədə olan atasına bazarlığı vaxtına çatdırmaq istəyəndə onunla qarşılaşdı. Kim? Kazım. Burada bir cümlədir. Həmin an o adamdan heç gözü su içmədi. Gözü su içmədi. Burada şəxsi cümlədir. Frazoloji birləşmənin ifadə olunubdur. Xəbər üçün şəxsin tərkindədir. Digəri də bir sadə cümlədir. İki sadə cümlədən ibarətdir və eyni zamanda burada feil sifət tərkib yaradıb, amma müstəqil cümləsi deyil. Elə bütün tələbləri ödədiyinə görə cavabımız olur A variantında. Daha sonra B variantına baxaq. Mənim çəkdiyim şəkillərə diqqətlə nəzər saldı. Hamısı haqda maraqla soruşdu, ancaq birini belə bəyənmədi. Burada feil sifətin tərkib yaratdığı, baxaq. Mənim çəkdiyim şəkillərə diqqətlə nəzər saldı. Nə etdi? Nəzər saldı. Necə cümlə tərzə diqqətlə, nəyə, şəkillərə, hansı şəkillərə mənim çəkdiyim. Burada feil sifət tərkibi var, amma müstəqil cümləsi eyni zamanda. Bizdən deyir ki, müstəqil cümləsi olmasın. B olmaz. Ağlı başına gələnlər otaqdan çıxırdılar ki, bu müavin bir də onları dayandırdı. Ağlı başına gələnlər feil sifət tərkibi deyil, çünki frazoloji birləşmə tərkib sayılmır. Danışılası sözümüz az, görüləsi işimiz çoxdur. Feil sifət burada tərkib yaratmayıbdır. Paltosunu asdıqdan sonra içəri keçdi. Nə etdi? Keçdi. Haraya keçdi? İçəri. Nə vaxt, nə zaman? Paltosunu asdıqdan sonra. Burada feili sifət tərkib yaradıb, eyni zamanda müstəqil cümləsidir. Müstəqil cümləsi olmadığı soruşduğu üçün eni də götürə bilmirik. Daha sonra sual 76. Cədvəlin təkcə sol xanasına uyğun nümunənin işləndiyi bəndi müəyyən edin. Sol xana, sağ bura, sol isə buradır. Və bizdən istəyir ki, yalnız sol xanada düz olsun. Baxaq. Həm isim birləşmənin, həm də feili bağlama tərkibinin asılı tərəf olan feil sifətlər işlənib. Ona dik baxdığı zaman pişik quyruğunu dümdüz uzadar, üstünə gəldiyini görüncə ildırım kimi qaçıb yoxa çıxardı. Yoxa çıxardı. Nə? Pişik. Nə vaxt, nə zaman? Ona dik baxdığı zaman nə edər? Uzadar. Nəyi? Quyruğunu. Necə cümlə tərzi uzadar? Dümdüz. Necə bir dəqiqə üstünə gəldiyini görüncə ildırım kimi qaçıb yoxa çıxar. Necə cümlə tərsə ildırım kimi qaçıb, nə vaxt, nə zaman? Üstünə gəldiyini görüncə. Təhlil bu cürdür. Baxaq. Həm ismi birləşmənin, həm də feili bağlama tərkibi ildırım kimi qaçıb, üstünə gəldiyini görüncə
ismi birləşmədə ona dik baxdığı zaman. Həm ismi, həm feili birləşmənin tərkibinin asıl tərəfində feil sifət işlənib, doğrudur. Ona dik baxdığı, burada ona dik baxdığı zaman isim birləşmədə asıl tərəfində feil sifət var. Üstünə gəldiyini görüncə feili bağlama tərkibi də orada da asıl tərəfdə gəldiyini feili sifət var. Bu fikir doğru fikirdir. B-də bizim dediyimiz sözlərə inanmadığını biləndən sonra daha onunla görüşmədik. Görüşmədik kimlə, onunla, nə vaxt, nə zaman? Bizim dediyimiz sözlərə inanmadığını biləndən sonra burada sadəcə feili birləşmə var. İsim birləşmə olmadığı üçün B yanlışdır. Gözlənilən anın yetişdiyini anlayanda hazır olmaq gərəkdir. Gərəkdir nə? Hazır olmaq. Nə vaxt, nə zaman? Gözlənilən anın yetişdiyini anlayanda. Burada da isim birləşmə yox, yalnız feili birləşmə olduğu üçün o uyğun deyil. Yəni bizə həm ismi, həm feili birləşmə lazım idi ki, onun asıl tərəfində feil sifət olsun. Ürəyə yatan fikirlər, səsləndirənləri görəndə adam rahatlanır. Rahatlanır kim, adam, nə vaxt, nə zaman? Ürəyə yatan fikirlər, səsləndirənləri görəndə nə vaxt, nə zaman rahatlanır? Ürəyə yatan fikirləri, səsləndirənləri görəndə. Burada da yalnız feili bağlama tərkibi var. Ona görə, yəni feili birləşmə var, isim birləşmə yoxdur. Tərtib edilən sualları paylaşdığı zaman müxtəlif fikirlər ortaya çıxırdı. Nə edirdi ortaya çıxırdı? Nə fikirlər, nə vaxt, nə zaman? Deməli, hansı fikirlər, müxtəlif fikirlər, nə vaxt, nə zaman? Tərtib edilən sualları paylaşdığı zaman. Burada da birlikdə gedir. Və burada da yalnız isim birləşmə var. Tərtib edilən sualları paylaşdığı zaman isim birləşmə olduğu üçün burada da fikir doğru olmur. Yəni bizə həm isim, həm feili birləşmə olmalıdır. Birinci tərəfi doğru olan yalnız A variantındadır. Lakin bu testdə biraz qüsur var. Çünki burada bizdən yalnız birinci tərəf doğru, ikinci tərəf yanlış olan istəyirdi. Amma burada ikinci tərəf də doğrudur. Belə ki, Bəxtiyarın ona hər işdə bel bağlamasından anası narahat idi. Narahat idi kim? Anası. Nədən? Bəxtiyarın ona hər işdə bel bağlamasından. Burada məstər ismi birləşmənin aslı tərəfi deyil fikri doğrudur. Çünki bağlamasından bel bağlamaq frazoloji birləşmənin digər tərəfidir. Bəxtiyarın ona bel bağlaması isim birləşmə yaradır. Bəxtiyarın bağlaması, üçüncü nöqtənin söz birləşməsi yaradır, isim birləşmə yaradır və bu da isim birləşmənin asıl tərəfi deyil fikri doğrudur. Çünki aslı yox, əsas tərəfidir. Bu fikir də doğru olduğu üçün əslində burada hər iki tərəfdə doğru olanı soruşmalıydı. Yəni şərtdə biraz uyğunsuzluq var. Amma birinci hər iki tərəf doğru olduğunu soruşsa cavab A olaraq götürmək olardı. Daha sonra baxaq sual 77-yə. Kökü homonim olan, feildən düzələn feil sifətin qoşma ilə birgə zərfli ifadə vasitəsi olduğu nümunəni müəyyən edin. Boyadıldıqdan sonra cığırın qabağına tək-tək düzülən stullar axşam təkrar evə daşındı. Boyadıldıqdan sözü feil sifətdir, qoşma ilə işlənibdir. Sözün kökü boyamaq, boya, boyat, boyadıl. Sözün kökü boya homonimdir, feildən düzəlibdir. Təhlil edək, nə etdi, daşındı, nə stullar, hansı stullar boyadıldıqdan sonra cığırın qabağına tək-tək düzülən. Burada zərfliyin ifadə vasitəsi olmadığı üçün boyadıldıqdan sonra müstəqil olaraq ona görə anı götürə bilmirsiniz. Ucal, unutma ki, bitirdikdən sonra son dəfə gərək göz gəzdirəsən. Burada bitirdikdən sonra qoşma ilə işlənib feil sifətdir. Bit, bitir, bitirdikdən. Sözün kökü feildir. Daha doğrusu, feildir, homonimdir, feildən düzəlibdir söz, bitmək, bitirmək. Göz gəzdirərsən, nə vaxt, nə zaman? Bitirdikdən sonra. Müstəqil olaraq birlikdə, qoşma ilə birlikdə, deməli, zərfliyin ifadə vasitəsi. Ona görə də doğru cavab B-dir. Başa saldıqdan sonra onun yenə eyni cür düşünməsi də maraqlıdır. Burada başa saldıqdan birlikdə frazoloji birləşmədir. Ona görə bunu götürmürük. Yəni, başa salmaq birlikdə gedir burada. Daha sonra yəni frazoloji birləşmənin tərkibini biz onu ayrılıqda bölüb təhlil edə bilmərik. D variantında gecikdikdən sonra getməyin nə mənası? Gecikdikdən sözündə gecikdikdən sonra burada feil sifətdir, lakin gec burada zərf olduğu üçün, sözün kökü feil olmadığı üçün götürmürük, yəni eyni zamanda feildən də düzəlməyibdir. Öyrəşməmişdən əvvəl belə deyildi, öyrəşməmişdən, bu da feil bağlamadır, feil sifəti olmadığı üçün eyd ola bilməz. Doğru cavab oldu B. Sual 78. Cədvəldən deməli uyğun fikirləri götürəcəyik. Doğrudan doğru, yanlışdan yanlışı.
Zəlzələdən dağılan evləri bərpa etdirərkən xərclənən vəsaitlə bağlı hesabat vermək üçün çağırılan komissiya günorta işini bitirib geri yollandı cümləsi ilə bağlı uyğunluğu. Fe'li sifətlər müxtəlif məna növlərində olsalar da quruluşca eynidir. Dağılan fe'li sifətdir, xərclənən fe'li sifətdir, çağırılan fe'li sifətdir. Burada amma dağılan sadə, xərclənən düzəltmə, çağırılan düzəltmədir. Quruluşca eynidir deyir, yanlışdır. Quruluşları fərqlidir. Biri götürə bilməzsiniz. 2-yə baxaq. Mürəkkəb fe'il. Mürəkkəb fe'ili bağlama zaman məzmunu bildirir. Bərpa etdirərkən nə vaxt, nə zaman? Bərpa etdirərkən burada mürəkkəb fe'ili bağlamadır və zaman məzmunu bildirir. Bu doğrudur. Məstər məqsəd anlayışı bildirir. Hesabat vermək üçün yollandı. Nə üçün? Nə məqsədə yollandı? Hesabat vermək üçün. Bəli, burada məstər məqsəd anlayışı bildirir. Bu doğrudur. Feillərdən yalnız birinin kökü isimdir. Feillərdən xərclənəndə sözün kökü xərc isimdir. Yollandı, yol sözün kökü yol isimdir. Dağılan sadə sözdür. Daha sonra hesabat vermək mürəkkəbdir. Çağırılanda çağır feildir. Feillərdən yalnız birinin kökü isimli fikri yanlışdır. Çünki yollandı, xərclənən. Yəni burada gördüyümüz kimi elə ikisinin kökü isimdir. Birinin yox. İndi isə doğrudan doğrunu, yanlışdan yanlışı götürürük. Doğrudan doğru 2, yanlışdan yanlış 4. Yəni cavab oldu A variantı. Sual 79. Aysel bura qayıdandan bəri nələr yaşadığını düşündükcə biraz da sıxılan zaman rahatlıq tapmaq məqsədilə tez-tez ona zəng edərdi. Cümləsi ilə bağlı yanlış bəndi müəyyən edin. Nə edərdi? Zəng edərdi. Kim? Zaman. Kimə? Ona. Nə vaxt, nə zaman zəng edərdi? Tez-tez. Deməli, nə üçün, nə səbəbə zəng edərdi? Rahatlıq tap, nə məqsədlə zəng edərdi? Rahatlıq tapmaq məqsədi ilə. Deməli, hansı zaman Aysel bura qayıdandan bəri nələr yaşadığını düşündükcə biraz da sıxılan, hamısı birlikdə fe'il sifət tərkibi gedir. Baxaq, fe'li bağlama zaman məzmunu bildirsə də, fe'li bağlama düşündükcə cümlədəki zaman zərfli ifadə vasitəsi deyil. Bəli, çünki tərkibin içinə daxil təyin olubdur, bu düzdür. Fe'li sifətlərdən birinin yarandığı nitq hissəsinin kökü, fe'li sifətlərdən sıxılan, kökü sıx fe'ildir. Sıxlaş sözü ilə kökül deyil, bəli, çünki sıxlaşda sıx sifətdir, sıxılda sıx fe'ildir. Fərqli nitq hissələri köklü ola bilməz. Təbii ki, kökləri fərqli olan nitq hissələri. İndiki zaman məzmunlu fe'li sifətlərdən biri yer zərfli homonim olan qoşma ilə işlənib. İndiki zaman məzmunu fe'il sifət. Sıxılan, qaydandan, qayıt, qaydan, anən indiki zaman məzmunudur. Bəri burada qoşmadır və həmin qoşma da yer zərfli homonimdir. Bu doğrudur. Təsiri karşıya keçili fe'li sifət. Təsiri karşıya keçili fe'li sifət yaşadığını, təsir karlı isim olmayan nitq hissəsini özünə tabi etmişdi. Bir dəqiqə, Aysel bura qayıdandan bəri yaşadığını düşündükcə biraz da sıxılan zaman rahatlıq tapmaq məqsədilə ona zəng edərdi. Təsiri karşıya keçili fe'li sifət təsiri karlı isim olmayan nitq hissəsini özünə tabi etmişdi. Özünə tabi etmişdi. Özündən əvvələ baxırıq. Nələr yaşadığını, nələri yaşadığını. Nələr qeyri-müəyyən təsiri karlıdır, lakin sual, yəni nələr əvəzlikdir. Burada isim deyil. Bu da doğru fikirdir. Yəni ismi yox, əvəzliyi özünə tabi etmişdi. Məstər məqsəd zərfli ifadə vasitəsidir. Məstər yox, məstər tərkibi məqsəd zərfli ifadə vasitəsi rahatlıq tapmaq məqsədi ilə. Bura tərkib sözü yazılmadığı üçün yanlış olan E variantıdır. Yəni orada məstər yox, məstər tərkibi yazılmalıydı. 80. Hansı nümunədə qoşmalı fe'li sifət tərkib yaradaraq miqdar zərfliyi kimi çıxış edib? Qoşmalı fe'li sifət hər yan al-əlvan olduğundan parıltılı idi. A variantında fe'li sifət olsa da, burada qoşma ilə işlənmədiyi üçün A-nı götürə bilmərik. Mənim könülə dostum Elbəy yaman az danışan idi. Burada fe'li sifət, mənim könülə dostum Elbəy yaman az danışan idi. Danışan fe'li sifətdir, lakin qoşma ilə işlənməyib, cümlədə də xəbərdir. O mənimlə ən çətin mövzularla bağlı müzakirə aparacaq qədər ağıllı və bacarıqlıdır. Bacarıqlıdır, ağıllıdır. Kim o? Burada aparacaq, acaq fe'l sifətin şəklisidir. Qədər burada deməli qoşmadır, aparacaq qədər. Yəni fe'l sifət burada qoşma ilə işlənibdir və tərkib yaradıbdır. Bacarıqlıdır, ağıllıdır. Nə qədər bacarıqlıdır, ağıllıdır? Mənimlə ən çətin mövzularla bağlı müzakirə aparacaq qədər ağıllıdır.
Burada da təzəlik, miqdar zərfliyi yaradıbdır. Hamısı birlikdə tərkib yaradır. Elə doğru cavab C-dədir. Sonanı ilk dəfə özündən çıxmış kimi görürdüm. Sonanı özündən ilk dəfə çıxmış kimi görürdüm. Necə tərzdə görürdüm. Çıxmış kimi burada təz mənası yaradır. Alçadan doyunca yedim. Nə qədər doyunca. Burada isə doyunca deməli feili bağlamadır. Feili sifət deyil. Ümumiyyətlə burada feil sifət yoxdur. Doğru cavab oldu C variantı.